Asfalt deformasiya uğrayıb, çuxurlar əmələ gəlib, çatlar yaranıb, bəzi hissələrdə çökmələr və qabarmalar baş verib. Bir dəfə çəkilib, indi ondan bəridir ki, çox bərbad hala düşüb. Uyurub, əldən gedib, bərbad haldadır. Çətinlik nədən ola bilər? Bərbad haldadır. Siz də bax görürsünüz. Deyir, görünmüş kəndin bələdçi nə lazım? Bura Saatlı və İmişli rayonlarını birləşdirən ən qısa yoldur. Ona görə də sürücülər aktiv şəkildə istifadə edirlər. Həm minik, həm də yük maşınları gedib gəlir. Sakinlər deyirlər ki, yol bu qədər aktiv hərəkətə tab gətirmir. Bərbad gündədir. Yağışlardan sonra oyulacaq, salalar əmələ gələcək. Heç maşın sürmək mümkün deyil. Ağır çəkili maşınlar silkələyib qopardılar yola. Əsasən yolun sağ tərəfi ilə gedirlər. İndi gedəndə fikir verərsiniz, yolun sağ tərəfi bərbad gündə, sağdan heç sürmək mümkün deyil. Maşınlarımız Allah'ın olsun çox pis vəziyyətdədir. Bax, bir dəqiqə mənim maşınım ustadadır. Qırıq-qırıq olub, şaraboy, tiyaqa qalmır, hamısı bərbad gündədir. Sakinlər bildirirlər ki, əsas çətinliklərdən biri də odur ki, yolun qəzalı olması səbəbindən yetişdirdikləri kənd təsərrüfatı məhsulları üçün alıcı cəlb edə bilmirlər. Təmir lazımdır, elə gəlirlər, o cəmağı vururlar, gedirlər, yenə də Allah köməklər olsun. Amma ki, təmirə çox gözəl ehtiyacı var. Qarpız əkirik, pomidor əkirik, nəsə əkirik, kənd təsərrüfatına uyğun. O yonca əkirik, o maşınların heç biri gəlməyir ki, qardaş, yolunuz yoxdur, yüklü girib çıxa bilməyir. Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər xəbərə bildirildi ki, yolun qəzalı olmasından məlumatlıdırlar. Onun regionların sosial-iqtisadi inkişafı dövlət proqramına daxil edilməsi məqsədilə müvafiq tədbirlər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Hazırda layihə çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan sonra agentlik avtomobil yolunun yenidən qurulması işlərini aparacaq. Elməddin İsmailov, Sevinç Vaqif qızı, Xəzər xəbər.